Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Aparıcı Çinarə Əliyeva ana olacaq, o ikinci səfər hamilədir. O bu barədə özü paylaşım edib. İkisi ikinci ay mənim ad günümdür. Bu yaşımda mənim üçün bilirəm çox uğurlu olacaq. Ötən yaşımda həyatımda çox gözəl anlar yaşadım. Bu yaşımda isə Allahdan istəyim, arzum sevdiklərimin canı sağlam olsun. İnşallah da ən böyük arzum bu il həyata keçsin. Bu il ad günümü Maldiv adalarında keçirmək istədim. Qeyd edək ki, Çinarə Ruslan Rəsulla ailəlidir.